Bilirdiniz ki bu butulkadan bu kurtkanı düzəldirlər. Baxın, mən bu hadisənin təqribən bir il öncə fərqinə varanda şoka düşmüşdüm. Necə ola bilər ki, bu cür butulkadan yaxud da plastik məhsullardan insanlar alt geyimlərindən tutun da kurtkalarına qədər, qışlıq geyimlərə qədər düzəldirlər. Üstəgəl də bunu məşhur mağazalar o qədər belə pəhpəhlə həm yüksək qiymətə satırlar, həm də ki etiketlərə iri-iri yazırlar ki, bu məhsul geri dönüşdürülmüş şeylərdən hazırlanmışdır. Nə bilim 90% geri dönüşmüş, 100% geri dönüşdürülmüş. Yəni ki, bildiyiniz kimsə haçansa sokdu, sudu içib butulkanı atır və o butulkalar yığılır. O qədər xırda bir emal prosesindən keçir ki, nəticədə nazik ip kimi olur, amma təbii ki, tərkibi plastikdir və bu plastik nazik iplərdən müxtəlif geyim vasitələri hazırlanır. Əgər fikir vermisinizsə, geyimlərin etiketlərində görə bilərsiniz. Poliester, sonra akril,